başlayaq qayda haqqında əvvəl danışaq biraz. Qaydalardan, məsələn, sonlu və sonsuz çoxluqlar nəyə deyilirdi? Məsələn, elementlərinin sayı əgər müəyyən bir qədərdirsə, yəni sonu varsa, bunlar sonlu çoxluq edir. Amma sonsuz çoxluqlar isə yəni sonu yox edir. Məsələn, natural ədədlər buna misal göstərə bilərik. Bəli, elementlərin sayı sonsuz olan çoxluqlar sonsuzdur. Bir də sonsuz çoxluqlara biz başqa necə ad verirdik? Sonsuz çoxluq. Demişdim dərsdə. Necə adlandırırdıq onları? Sonsuz. Hesabi çoxluqlar deyirdik də. Deməmişdim sözü hesabi. Kitabda da var da bu. Dəyərin vəsaitində var. Atdığım PDF-də də olmalıdır. Dəyər sadəcə özü məndə var, sadəcə görməmişəm. Özü var dəyər vəsaiti. Neçənci ilindir? Bir dəqiqə. 24. Hamısında var. Bir də bu atdığım əlyazma PDF-də var. Orada da olmalıdır. Görüm yazmış olmasın. Sən yazma yadımdan çıxır, amma hesabi çoxluqlar. Dərsdə deyirəm deyə nə olsun da desən qeyd etməmişəm. Sonluya deyir deməli. Bəli. Sonluya deyir, yoxsa sonsuz çoxluqlara? Sonsuz hesabi çoxluqlar sonsuz olanlar. Sonsuz. Yəni kitabda belə yazıblar, vəsaitlərdə belə yazırlar ki, natural ədədlər çoxluğu ilə ekvivalent olan çoxluqlara hesabi çoxluqlar deyilir. Yəni natural ədədlər sonsuzdur da, ekvivalent yəni ki, sayı eyni olsun da. Nəysə, bunlar belə. Sonra başqa nə qaldı? Sonra boş çoxluq bəs nəyə deyilirdi? Boş çoxluq. Heç bir element daxil deyilsə boş çoxluq adlanır. Bəli. Dəqiqə burada yazmıyorum. Qoşulur. Qoşuldu desin. Bəli, heç bir elementi olmayan çoxluq, boş çoxluq adlanır. Salam mən. Tamam. Bəs alt çoxluq nə deməkdir? Aha, misal üçün bir element bir müəyyən bir çoxluğa daxildirsə, eyni şəkildə başqa bir çoxluqda da varsa, birinci çoxluq ikinci çoxluğun alt çoxluğu hesab olunur. Bəli, yəni ki, belə deyək də, A çoxluğunun hər bir elementi B çoxluğunda varsa, onda A-ya B-nin alt çoxluğu deyilir. Alt çoxluğun xassələri haqqında biraz danışa bilərsən? Alt çoxluq məsəl üçün deyirdik ki, boş çoxluq hər hansı bir çoxluğun alt çoxluğu hesab olunur. Sonra hər bir çoxluq elə özünün alt çoxluğu hesab olunur, yəni əlamətləri. Bunlar var. Sonra alt çoxluqların sayı üçün düstur. Aha, əgər çoxluğun tərkibində neçə dənə say varsa, məsəl üçün tutalım 2-də 3 dənə varsa, 2 üstü 3 olaraq hesablayacağıq. Yəni ümumi olaraq 2 üstü 7-də 2 qüvvət şəklində. N elementli çoxluqdursa, alt çoxluqların sayı 2 üstü n olur. Bu formada. Sonra Murad, sən çoxluqların birləşməsi haqqında danışa bilərsən. Nə deməkdir çoxluqların birləşməsi? 2 dənə çoxluğun birləşməsidir də, bütün elementlərin birləşməsidir. Bütün elementlər olmalıdır da. A və B çoxluqların birləşməsi A və B-də olan bütün elementlərdən təşkil olunur. Xassələri bəs? Məsələn, hansı xassələri? Xassələri A birləşir B-ni necə yaza bilərik biz? A birləşir B. B birləşir A yaza bilərik. Elədir bu. Məsələn, yer dəyişmə xassəsidir. Sonra qruplaşdırma xassəsi var. Məsələn, necə olur? A birləşir B, birləşir C varsa, bərabər necə yaza bilərik bunu? A-nı şöyle saxlayırsan, A birləşir B birləşir C. Yəni, sadə bir xassəsi. Sonra, məsələn, A birləşir B. Dəqiqə, bunlar dediyim başqa nəsə demişəm. Bir də A B-nin alt çoxluğudursa əgər, A B-nin alt çoxluğudursa, A birləşir B nəyi verirdi? Alt çoxluqsa. Yəni ki, A-da olan hamısı B-də vardır da, o deməkdir, alt çoxluq. Onda birləşmə nə olar? A olar, yoxsa B olar? A olur. Yox, B olar da. Çünki A-da olan hər şey B-də vardır. A B-nin alt çoxluğu deməkdir ki, A-da olan hər şey B-də var. Onda birləşmə elə B olar da. B-də indi fərqli başqa şeylər də ola bilər axı.
Amma o da A-da olan hər şey B-də var, amma B-də fərqli elementlər də ola bilər. Birləşmə də B olur. Bir də var A birləşir boş çoxluq. Bu nə verir? Boş çoxluğa. Elə A-nı verir də. Birləşmədir. Sən deyəsən bir də kəsişmə ilə qarışdırdın. Və kəsişmə nə deməkdir? Onu bilirsən Murad. Kəsişmə ortaq əlamətlər seçirdikdə. Bəli, bəli, ortaq elementlər olur. Onun da yenə xassələri var. Yenə yer dəyişmə xassəsi ödənilir, qruplaşdırma ödənilir. Bəs A kəsişir boş çoxluq. Bu nə verəcək? Elə boş çoxluq verəcək. Bəli, boş çoxluq. Çünki ortaq elementlər olmalıdır. Boş çoxluqda heç nə yoxdursa, ortaq elementdə heç nə yoxdur. Bəs başqa nə deyəcəkdim? Bir də A, B-nin alt çoxluğu olanda bunların kəsişməsi A kəsişir B nə verəcək? Ortaq. A-da olan hər şey B-də vardı, elə bil ki, amma B-də fərqli şeylər də ola bilər. O deməkdir, A B-nin alt çoxluğudur. Burada kəsişmə nə olar? Elə A olar da. Bəli. Birləşmə B olurdu. Bax, A B-nin alt çoxluğu olanda yuxarıda yazmışdıq. Birləşmə B olurdu, amma kəsişmə A olacaq. A B-nin alt çoxluğu olanda. Nəysə, bunlar belə. Sonra Mələk, sən deyə bilərsən, çoxluqların fərqi haqqında nələr deyə bilərsən? Ümumiyyətlə, fərqi nə deməkdir? Əgər məsələn A çoxluğundan B çoxluğunu çıxırıqsa, A çoxluğunda olan yəni B çoxluğunun elementləri də çıxırdı. Yəni onların kəsişməsi də çıxılırdı. Sırf A-ya aid olanlar qalırdı. Eyni şəkildə əks. Bəli, yəni ki, A fərq B yalnız A-da olanlar, yəni ki, A-nın B-yə daxil olmayanları olur da. A fərq B, A-nın B-yə daxil olmayanları, B fərq A olsa, B-nin A-ya daxil olmayanları, yəni ki, yalnız B-də olanlar olur. Sonra bunun məsələn xassələri var. Burada yer dəyişmə xassəsi ödənərsən ki, A fərq B bərabər olar B fərq A-ya, yoxsa olmaz? Olmaz mənim. Olmaz. Üstünü vururuq. Yəni ki, A fərq B bərabər deyil B fərq A. Sonra başqa nə xassələr qaldı? Nəysə, bunlar bir də vardı ki, əgər A B-nin altı çoxluğudursa, o zaman A fərq B nə verir? Boş çoxluq. Çünki A B-yə daxildirsə, A fərq B yalnız A-da olanlar deməkdir axı. Zaten A-da olan hər şey B-yə daxildir, altı çoxluqdursa, deməli, yalnız A-da olan heç nə yoxdur. Yəni ki, hər ikisində öcə olar. Bir də düsturlar vardı. Son 2 dənə düstur. Sən birinci düsturu Murad səndən soruşum, görüm bilirsən. NA birləşir B üçün. Birinci düstur necə idi? NA Plus nə Q olurdu? N idi. B. Aha. Çıxılsın nə olur? NA Bunların kəsişməsini çıxılsın. NA plus M5 çıxılsın, NA kəsişir B. Bu birləşmə düsturudur. Düzdür, bu sualları biz Eylirvenlə yazırıq çox vaxt, amma düsturdan çıxırdı o da. Bir də ikinci düstur vardı, onu da Mələk bilirsən. NA birləşir B. Elə yazmaq olar. Sanki məsələn NA plus NB minus A. Yox, fərqli olan düsturu deyirəm. NA fərq B plus nə olurdu? Bilirdik. Fərqli düsturlar var. Yadımda deyil onlar. Fərqlə olan düsturda MB fərq A, bir də plus onların kəsişməsi. Yəni belə düşünək də. Məsələn, bir Eylirven diaqramı qururam 2 dənə. Bu A olsun, bu B olsun. Bilirik ki, bura A fərq B-dir. Bura A kəsişir B-dir. Burada B fərq A-dır. Onların birləşməsi bu hamısı olur da. Nə var? Hamısı birləşmə olur da. Onda NA birləşir B və hər üçünün cəmi olmalıdır. NA fərqi B plus MB fərqi A plus onların kəsişməsi olur. Yaxşı, bunlar belə düsturlar. Nəsə yenə yaddan çıxan bir şey olsa testlərdən zaten baxarıq. Növbəti testlərə baxaq. Murad, səndə 5 dənə, Mələk, səndə də 1 dənə sual var burada. Baxaq hamısına. Cəm 5 dənə sualdır elə. Mələkdə olan, Muradda soruşmusan. 5-ci sualı birinci soruşmusunuz. Soruşmusan Murad, görək nədir?
Bax, veriblər ki, A-nı veriblər mənfi sonsuzluqdan mənfi 7-yə. Bu nəsə belə şifahi də B-ni də təyin eləyə bilərsən. Və yaxud da ədəd oxu şəkərək o formada da qeyd edə bilərsən. B 4-dən 8-ə qədər olduqda A birləşir B-yə daxil olmayan tam ədədlərin cəmini tapın. Elə belə eləyək, ədəd oxunu da göstərək. Ədəd oxunu qeyd edirik. Ədədləri mənfi 7-ni, mənfi 7 özdə daxildir. Mənfi 7-ni burada qeyd edirəm. 4-ü burada qeyd edirəm. Biri A-nı veriblər mənfi sonsuzluqdan mənfi 7-yə qədər. Bax, belə olur. Mənfi sonsuzluqdan gəlir mənfi 7-yə qədər. B-ni veriblər 4-dən müsbət sonsuzluğa qədər. 4-dən. Amma 4 daxil deyil artıq bura. 4-dən müsbət sonsuza qədər. Yəni bunlar. Deyir A birləşir B. A birləşir B. Bax, bunun hamı burada olar. Və bunlar olar. Bir də bunlar olar. Birləşmə. Deyir A birləşir B-yə daxil olmayan tam ədədlərin cəmini tapın. Daxil olmayanlar artıq mənfi 7 ilə mənfi 4 arası olar. Bax, mənfi 7 öz daxil olmaz. Çünki mənfi 7 birləşməyə daxildir. Amma 4 həmin o daxil olmayan tam ədədlərin deyirsə 4 götürərik. Və elə bil ki, daxil olmayanlar hansıdır birləşməyə? Mənfi 6-dır, mənfi 5-dir, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1. 0 da var. O 0'ı cəm deyirsə 0'ın bir əhəmiyyəti yoxdur. Yazmıram bir də. Sayı desəydi yazardıq. Bir də sonra 0-dan sonra 1 gəlir, 2 gəlir, 3 gəlir. Bir də bura alt-alta yazıram. İşi xüsusilə bilərəkdən görəsiz ki, bax, mənfi 1 ilə 1. Bunlar toplanılacaq da hamısı. İndi burada yerləşməyə deyənə alt-alta yazdım. Və mənfi 1 ilə 1 gedəcək toplayanda bunları. Mənfi 2 ilə 2, mənfi 3 ilə 3, mənfi 4 ilə 4. Qalır mənfi 6 plus mənfi 15, mənfi 5, o da mənfi 11 olar da. D variantı. Bildin bunun necə olduğunu Murad, yoxsa problem var? Aydındır. Qeyd edərsən onda bunları. Yazdım mən. Sonra baxıram 17 var, 17-yə baxaq. A-nı veriblər mənfi 3-dən 4-ə, B-ni 3-dən 9 aralığına daxil olan tam ədədlər çoxluğu işarə edilmişdir. A fərq B çoxluğunun daxil edilməsini cəmi. Elə bil ki, A çoxluğunu yazsan necə olar səncə? Mənfi 3-dən 4-ə qədər olanlardır da. Amma mənfi 3 daxil Yaz. deyil. Mənfi 2-ni yazarsan, sonra Mənfi 1 yazarım. sıfır olar. 1, 2, 2, 3. 4 öz daxildir. Çünki bax, belə bir mötərizədirsə, kvadrat mötərizədirsə 4 daxildir. Adi mötərizədirsə mənfi 3 daxil deyil. A-nın çoxluqlarını yazdım. İndi B-ni yazsan necə, hansılar olar? 4, 3, 4, 5, 6, 7, 8. 9 daxil deyil. İndi A fərq B deyirlərsə, yalnız B-də olan, yalnız A-da olanlar götürülməlidir. Hansılar olar? 2'ni götürək. Mənfi 2, mənfi 1, 0, 1, 2. Bu kadar. Bunların cəmi nə verəcək sənə? Toplayanda bunlar. Belə rahat bax da, mənfi 2 ilə 2 aparar bir-birini sıfıra. Mənfi 1 ilə 1, bir də 0 qalır da cəm. Bunları toplayanda. Bildin necə? Və mənfi ilə 1 olurdu. Elə ki, bunların hamısını toplayanda mənfi 2 2-ni aparar, mənfi 1 1-i aparar, yəni 0 qalır, doğrudur? Bəli. Bunu qeyd edərsən, onda bir problem yoxdursa.
Yazdım ben. Şöyle 17. 19 demişəm. Baxın. Bir A çoxluğu x-in kvadrat çıx 6x plus 8 bərabər 0 tənliyin kökləri çoxluğu. B isə 5-dən kiçik kök mütərdilər çoxluğu olarsa hansı bərabərlik doğrudur? İndi əvvəlcə bu tənliyi, kvadrat tənliyi həll etmək lazımdır. Düzdür, kvadrat tənliklər dərsini biz özümüz keçməmişik, amma sizin əvvəldən məlumatlarınız olar yəqin. X-in kvadrat çıx 6x plus 8. Bunu viyyətlə eləyə bilərik. Çevrilmiş kvadrat tənlikdir çünki. Bilirsiniz də çevrilmiş kvadrat tənlik x-in kvadratının əmsalı 1-dirsə, bu çevrilmiş kvadrat tənlikdir. Burada x1, bu x2 nə verməlidir? Viyyət teoremini bilirsən Murad sən. Yadındadır. Yadımızı. Köklərin hasili ilə bil ki, bax sərbəst həddi verməlidir, yadda saxla. Bax çevrilmiş kvadrat tənlikdirsə, köklərin hasili kvadrat tənlikdə yəni sərbəst həddi verməlidir. Köklərin cəmi isə x yəni budur da, bu x kvadratdır, bu x-dir. Köklərin cəmi isə x-in əmsalının əkisini verməlidir. Bu -6-dır x-in əmsalı, amma müsbət 6 verməlidir. İndi səncə hansı ədədlər ola bilər? Vuranda 8, toplayanda 6 eləsin. 2. 2, o biri nə olar? 4 olar abi. 2, 4, bəli. Vuranda 8, toplayanda 6 edir. Onda bunun kökləri 2, 4 oldusa, deməli A çoxluğu demişlər, axı bu tənliyin kökləridir. Onda A bərabərdir 2, 4 olur. B-dəki 5-dən balaca olan cüt ədədlər hansılardır? 2, 4. 2, 4. Deməli, bunlar bir-birinə bərabərdirlər. A bərabərdir B. Y bəndi doğru olar. Baxan kimi görünür də, o biri variantları yoxlamadım. Yazdım ben. Növbəti, baxın nə qalır? 34. 34 hər ikinizdə qalır. Görək nədir? Amma sual nə qalır? Hamısını soruşun. Yəni, soruşub öyrənmək lazımdır. Deyirdim ki, bu sual biraz vaxt aparan sualdır. Ona görə desəm, yaza bilməmişsiniz. Harada var bu tərəfdə? Yox, bitirdiniz. Bu biraz vaxt aparandır, amma çətin sual deyil. Biraz şərti uzundur. Deyir, 14 nəfərdən ibarət bir qrup tələbə əyləncə məqsədi ilə Luna Parka gedir. 14 nəfərdir hamısı. Onlardan hər biri Luna Parkda ən çoxu 2 karuselə mindi. Ən çoxu 2 karuselə mindi. Yəni, o deməkdir ki, birdən əsədə minən var və ən çoxu 2 dənə. Yəni, üçüncü dəfə artıq karuselə minən yoxdur da, belə deyək. Bu karusellərin hər biri üçün ödəniş 8 manatdır və 2 karuseldən istifadə edənlərə ikinci karusel üçün ödəniş 25% endirim tətbiq edilir. Yəni, tutaq ki, birinci dəfə mindin karuselə, ikinci dəfə artıq yenə minəndə sənə artıq ikinci dəfə gəldiyin üçün 25% endirim edirlər. Birinci karuselə 8 nəfər minir. İkinci karuselə 9 nəfər mindi. Hər tələbənin heç olmazsa bir karuselə mindiyi məlumdursa, qrupun Luna Parkda karusellər üçün xərclədiyi ümumi məbləği hesablayın deyir. İndi baxın, birinci karuselə 8 nəfər minirsə və bir nəfər üçün ödəniş 8 manat idi axı. Onda birinci dəfə görək nə qədər pul veriblər. 8 vurarıq 8-ə. 8 nəfər minir. Hər biri 8 manat verir də, belə deyək. Və 64 olur. Heç birindən minməyən də ola bilər. Heç olmasa hər tələbənin heç olmasa bir karuselə mindiyi. 14 nəfərdir yəni. Birinci dəfə, karusellər indi belə deyək də, birinci dəfə həmin o, belə deyək də, karusel formasında bir
əyləncə məqsədilə istifadə olunan bir, belə deyək də, qurğudur. Birinci dəfə 8 nəfər minir, digərləri minmir də hələ. Və hamı 8 manat verdiyi üçün 8 vur 8 64 manat vermiş olurlar. İndi amma ikinci dəfə 9 nəfər minir. Birinci dəfə 8 minmişdi, ikinci karuselə isə 9 nəfər minib də, ikinci karuselə. Onda 8 plus 9 cəm eləmiş olur bu nə qədər? 17. Amma 14 nəfər idi axı. Baxın 14 nəfər idi hamı. Amma cəm bunların cəmi, birinci karuselə minənlər 8 nəfər, ikinci karuselə minənlər 9 nəfər, cəm 17 oldu. Onda 17-dən mən 14-ü çıxıram ki, onda belə buradan belə çıxır ki 3 nəfər, 3 nəfər ikinci dəfə olub, ikinci dəfə miniblər karuselə. İkinci dəfə istifadə edib yazaq da. İkinci dəfə istifadə edib. İstifadə edib. İndi ikinci karuselə 9 nəfər minmişdi deyənə 9-dan çıxaram 3-ünü. Deməli 6 nəfər birinci dəfə mindiyi üçün elə 8 manat verəcəklər. 6-nı vururam 8-ə. Bu elədir 48 manat. Amma yerdə qalan 3 nəfər ikinci dəfə mindiyi üçün karuselə onlara 25% endirim tətbiq olunacaq. Onda mən burada 8-in 25% endirim edirlərsə, orada 75% qalır da. 8-in 75%-ni tapıram, görüm nə qədər pul veriblər hər biri. 75-ə vurub 100-ə bölürəm və ixtisarlar gedir. Bu 25-ə 3 dəfə, bu 25-ə 4 dəfə. 8 ilə 4 ixtisar gedir 2. 6. Deməli 6 manat verəcəklər. Hər biri 6 manat verəcək. 3 vurarıq 6-ya 18. Əslində fikir versəz rahat bir sualdır. Sadəcə şərti uzundur. Şərtdə indi o qədər söz yazıblar, uzun olmalıdır. İndi bunları toplayarıq da. Cəm nə qədər pul veriblər, cəm neçə məbləğ deyiblər. İndi 64 bir vermişdilər. Burada da manat yazaq. Bilinsin ki, bunlar toplanmalıdır. 48 sonra veriblər, bir də 18 veriblər. Hər üçünü toplasaq, 8 plus 4, 12, 112, o da 18, elədir, 130 manat. Cəm 130 manat deməli pul veriblər. Aydındır bunun izahı ümumiyyətlə. Bəli, bəli. Yazdım mən. Yazdım. Növbəti 35 son sual. Bu tam aydındır. Nəsə başa düşülməyəcək bir şey yoxdur ki, kiməsə. Xeyr olsun. Yaxşı, adi bir, yəni ki, gündəlik bir təcrübə ilə bağlı bir sualdır. Əyləncə parkına gedirlər və s. 35 nömrəli sualda deyirlər ki, bunda Murad soruşmusan, hə? A deyir cüt natür ədədlərdən ilk bir neçəsinin bir neçəsinindir. B isə 3-ə bölünən natür ədədlərdən ilk bir neçəsinin çoxluğudur. Amma bilmirik də neçə dənədir. Bir neçə yazıblar, bilmirik neçədir.
İndi onların sayını təyin edərik, sonra özlərini yazarıq. Diaqramda verilən məlumatlara əsasən A və B çoxluqların elementlərini yazın deyir. Diqqətlə qulaq assaz, bax indi. A fərq B. Belə yazaq da N. N-a fərq B bərabərdir. Neçə veriblər burada sayı? 6. N A birləşir B. A birləşir B-ni 11 veriblər. Bir də MB fərqi A var. Veriblər. Bizə lazımdır N-a MB-ni ayrı-ayrı tapaq da. Bunun üçün də kəsişməni tapmaq lazımdır. Bayaq düstur soruşmuşdum. Axırıncı dəfə Mələk səndən. Necə idi düstur? N-a birləşir B. Yadınızda qaldı düstur. N A çıxılsın B plus N B çıxılsın A plus N A kəsişmə B. Baxın, bu düstur vasitəsilə biz həmin o kəsişməni taparıq. N-a birləşir B 11-dir. N-a fərq B 6-dır. MB fərq A 3 verilib. Plus N-a kəsişmə B. 6 plus 3 9 edir. Deməli, N-a kəsişmə B-ni tapmaq üçün 11-dən 9-u çıxarıq da o tərəfə göndərəndə 11 çıx 9. 11-dən də 9 çıxanda 2 qalır. Deməli, kəsişmə 2 oldu. Belə bir düsturlar var. N-a bərabərdir. Deməli, N-a fərq B plus N-a kəsişmə B olur. Bunlar desəm atdığım PDF-də olmalıydı. Olmasa da bunu qayda kimi yoxdursa, yəni ki, əvvəldə görməmişsinizsə PDF-də falan kitablarda bunu qeyd edə bilərsiniz. Bu da Euler-Venn diaqramından çıxır da sizə göstərim onu da. Məsələn, belə bir iki dənə diaqram var. Bura A fərq B olur. Bu A çoxluğudur, bu B çoxluğudur. Bura A kəsişmə B. Baxın, bu da ki B fərq A'dır. İndi N-a nə olur? N-a bu dairənin hamısıdır da. A bu dairə hamısıdır. Onda A fərq B ilə A kəsişmə B-nin cəmi olur da. Baxın burada. N-a fərq B plus N-a kəsişmə B. İndi N qabağında varsa sayını bildirir. İndi burada N yazmamışam, yazılmış. Sonra B-ni tapsaq, MB-ni tapsaq, onda MB fərq A ilə kəsişməni yenə toplamalıyıq. Baxın. B-ni tapsaq, B bu dairənin hamısıdır da. Kəsişmə ilə fərqi toplamalısınız. Bəli, indi burada birincidə N-a fərq B 6-dır. Kəsişmə də 2-dir. Bu 8-də nə olur? MB-ni tapsam, bu zamanda MB fərq A ilə, baxın, bunu izahlı yazıram lap, MB fərq A plus N-a kəsişmə B. Bax, bunu toplamaq lazımdır. Bu da şanlar, öyle 3 plus 2, 5. Bəli, indi burada da bizə nə edirlər? Elementləri yazın. A və B elementlərini yazmalıyıq. Bizə demişlər ki, A çoxluğu cüt natur ədədlərin ilk bir neçəsidir. Və sayını bilmirdi. Artıq sayını tapdıqca 8 dənəsi olmalıdır. Deməli, elə buradan yazıram. A bərabərdə olacaq. İlk 8 dənə cüt ədədi yazırsan da. 2, 4, 6, 8, 12, 14, 16, 18, 20. Bunlar oldu. B isə deyirlər ki, 3-ə bölünən natur ədədlərdən ilk bir neçəsinin çoxluğudur. 3-ə bölünən natur ədədlərdən ilk bir neçəsi B 5 dənə oldu da. Deməli, 3-ə bölünən natur ədədlərdən ilk 5 dənəsini yazmalıyıq. İlk 5 dənəsi. 3-ə bölünənlər 3-ün özüdür. 6, 9, 3 artır da. 3, 6, 9, 12, 15. 5 dənəsi olmuşdu da, bəli. Bu formada yazdıq. Bu ətraflı sualdır. Elementlərini yazdım. Başqa nəsə istəmirlər. Tam izahlı izah etdim ki, tam ətraflı başa düşəsiz. Aydındır ümumiyyətlə həlli. Bəli. Mələk, sən yazmışdın bunu, yoxsa qalmışdı səndə də? Yazmışdım mən. Düstur bilməmişdim, ona görə dedim. Düstur nə yazmamışım, başqaca yazmışdım. Euler-Venn eləmisən? Elə bir şeydi.
Bundan sonra bir dənə 22-23-cü suallara baxardınızsa zəhmət olmasa. Onu yazmışam. Yenə baxardınız. Aha, baxarıq. Nə qaranlıq qalırsa, bəli, soruşun, yaza bilsəz də. Yazdım ben. Növbəti baxaq. Nə demişdin? 21 ilə 22? 22-23 eyni tipdir. 22, 20. Baxın. 22. Çoxluğun bütün elementləri sadə ədədlər olan alt çoxluqların sayını tapın. Bəli, artıq burada sadə ədədlər hansındır? Onları götürürsən. Hansılardır sadələr? 2, 3, 5, 7. Bir də alt çoxluqların sayını tapmaq üçün 2 üstü n olurdu. Burada 4 dənədir də. 2 üstü 4 olar. Bir çıxırıq da, o da boş çoxluq çıxarıq yəqin. Bəli, bir də biri çıxırıq, onu da deyəcəkdim. Bəli, çünki boş çoxluq hər bir çoxluğun alt çoxluğu olur axı demişdi. İndi bizə deyirlər ki, bütün elementləri sadə ədədlər olan alt çoxluqların sayını tapın. Yəni boş çoxluğu istəmirlər deyə çıxırıq bəli. Bəli, buna görə 15 olacaq. çox sağ olun. 23 də ondandır. Yazmışdım belə dedim, yəni dəqiq alt çoxluqdur. Oradan bəli, o boş çoxluğu çıxırıq. Yenə burada da bu termin mürəkkəb ədədlər olan yenə həminki formada biri çıxarıq. Başqa nə sual var burada? Bunlar. Bəli, bunlar. Bir də gələn dəfə bu çoxluqların birləşməsi, kəsişməsi və fərqinin elementlərin sayı, xüsusilə həmin o düsturlardan da istifadə olunur. Eyler-Venn diaqramı ilə də yazılır ümumiyyətlə. Məsələn, bu 2 dənə düstur vardı, burada yazmışdım. Baxın bunlar. Bunlardan da istifadə olunur, testlər var. Bunları da çox elə bir dənə bu bölməni verərəm bu dəfə. 52 dənə testi. Hər tipdən 2-2 var əslində. Elə hamısını yazın ki, çox test yazasınız, öyrəşəsiniz də, yadınızda qalsın. Bir də sınaqlar vardı. Keçən dərs baxmamışdıq, vaxtımız çatmamışdı, çox test vardı deyə, vaxt aparan testlərdir deyənə həqiqi ədədlər baxa bilməmişdik. Murad, sən necə o sınağı yazmışdın şeydən, İzzət sınağından? Xeyr mən. Niyə yazmamısan? Baxmamışam mən ona. Vermişdiniz. Bəli, ev tapşırığı yaz. O dəfə vermişdim də, o dəfə amma atmamışdım dəfədə həll səhvlərini. Bundan qabaqçı ev tapşırığı olaraq. Və bu sınaqları da yazmaq lazımdır. Çünki sınaq da ümumiyyətlə çox çalışmaq lazımdır. Xüsusilə desən Murad, sən neçənci qrupa hazırlaşırdın? 2 mən. Hə, 2. Özdə çox yəni yaxşı bir ixtisas üçün daha çox çalışmaq lazımdır. Gedib yəni ki, heç olmasa yəni ki 20-dən çox olsun da, heç olmasa 15-dən çox olsun da düzün. Yəni bir var gedib 4-5 dənə yazasan, aşağı bir yerə ixtisas qəbul olasan, bir də var yaxşı bir yer olsun. Aşağıda olanda şagirdlər özləri heç istəmirlər, yəni ki, yaxşı ixtisas olmayanda. Yaxşı ixtisas üçün çox test yazmaq lazımdır ki, özdə imtahana artıq yəni sizdən az vaxt qalır da. Yəni son hardasa 12 ay falan nə qədər qalır? Yəni çalışmaq lazımdır da ümumiyyətlə. Yaxşı nəticə olsun sonda. Onda baxaq, Mələk yazmışdı sınaqlara. Amma sən də Murad baxarsan da o testlərə, izahlarına bax sən də. Heç olmasa bunları qeyd elə ki, sualları öyrən. Bəli, burada İzədən 1.1-i yazmışdıq. Bilmirəm onu heç yazmışdın yoxsa yox. Bir dərs qoşulmamışdın. Xəbərim yoxdur, yazmısan yoxsa yox. Amma 1.2-ni bu dəfə vermişdi. 1.1-in səhvlərinə baxmışdıq. Burada da birinci soruşmusan 4 nömrəli Mələk, görək nədir? Hə, bu sual rahat sualdır. Deyir, A və B qablarında şəkər məhsulları C qabında qarışdırılır. X plus Y cəmini tapmağımızı istəyirlər burada. Bax burada. Burada 200 qram 16 faizli məhlul var da. 16 faizli məhlul var. Yəni bu o deməkdir ki, 20 qram
məhlulun tərkibində 16% şəkər var. Onda 200-ün 16%-ni tapırsan əvvəlcə. 16-ya vurub 100-ə bölürük. Bu da ki, ixtisarlar gedir. 2 dəfə 16, 32 eləmiş olur. Deməli, 16%-ni 16-ya vurub 100-ə böldük. Bu 32 eləmiş oldu. Sonra burada baxırsam, bu da var bizdə. A qabı var. Burada 60 qram 30%-li var. Daha 60-ın 30%-ni tapsam, 60-ı 30-a vurub 100-ə bölərəm. 18 eləmiş oldum. Onda indi mən x tapa bilərəm də. Bax, x qram, y faizli deyiblər. Daha doğrusu burada x qramın tərkibində 20% şəkər var. Onda əvvəlcə bu şəkərdir. Hər üç qabda şəkəri tapırıq əvvəlcə şəkər. Birbaşa da etsəydik. Məsələn, bunun bir neçə üsulu var. Bunu yoxlayaq. Birbaşa üsulu yazmadım. Bəzən problem yaradır. Çünki burada hər ikisi yoxdur da. Biri olsaydı yenə daha rahat olardı birbaşa üsul. İndi oradan da x qram 20 y faizli şəkər var. X-in y faizini tapsam, y-ə vurub 100-ə bölürəm. Bu bizə verməlidir. Elə bil ki, belə bir şey, bax, bu A qabında 18 var. Bu B qabı ilə qarışdıranda S alınır da. Onda 32-dən 18 çıxanda B qabı alınmalıdır, bax. A ilə B-ni toplayanda bizə 2 şey verir, 32 verir. A ilə B-nin şəkərini toplayanda. A-nın şəkəri 18, S 32-dirsə, B-nin şəkərini tapmaq üçün 32-dən çıxarıq 18-i. Bu da eləmiş olur ki, 14. Deməli, x-y-ə vurub 100-ə böləndə 14 alınır. Çarpaz vuranda x vurulsun y 1400 alınır. 1400 x vur y tapdı. Bizdən x plus y gəlməni istəyirlər də amma. Qablar üstünə bir də burada 60 qram, x qram və 200 qram var da, ümumi olaraq məhlullar. Elə bir ki, 60 qramın üzərinə burada 60 ümumi məhlulun miqdarını bildirir də. 60 plus x bizə 200 verir. Buradan x tapa bilərik. X bərabərdir 200-dən çıxırıq 60-ı, o da 140 qalır. Gətirib burada yerinə qoyarıq. 140 bu y bərabərdir 1400. Y ilə bərabərdir 1400 140-a böləndə 10 alındı. X-i də 140 tapmışdı. Bunların cəmi lazımdır. X plus y 140 plus 10 150 alınır. Bu formatı tapdıq. B variantı. Ümumiyyətlə, ümumi həll aydındır sənə Mələk, yoxsa? Aydındır mənim. Murad, sən də aydındır. Bəli, bəli. Bu qeydləri aparın, bunları yazın. Murad, sən də qeyd elə. Bitirəndə deyəcəksən. Yazdım mən. Belə. Bir də çalışın, bir səhv dəftər götürün. Burada yazdıqlarımızı evdə bir də səhv dəftərinə səliqə ilə lap şərtini də yazıb altında həllini yaza bilərsiniz. Bu nə üçün yaxşıdır? Həm şərti olar, altında da həlli. Məsələn, vaxt olduqca bilərsiniz ki, bu sualları səhv eləmişəm. Amma məsələn, yazdıqlarınızı, özünüz yazdıqlarınızı birbaşa bilirsiniz ki, bazanızda var da, yazmısınız. Amma yaza bilmədiklərinizi o dəftərdə, səhv dəftərində yazıb arada vaxt olduqca baxsaz, həllini, şərti və altında həlli o formada artıq o təkrar etmiş olarsınız, dəfələrlə varaqlayıb baxarsınız.
yadınızda qalar. Mən götürmüşəm. Mən. Götürübsən səhv dəftərə. Lap yaxşı. Əla. Murad Çəlov sən də yəni ki, həqiqətən öyrənmək istəyən edər onu əslində. Həqiqətən öyrənmək istəyən və nəticə istəyən. Yəni, o da sizin gələcəyiniz üçün yaxşıdır da. Yəni ki, indidən əslində sizin gələcək həyatınız indi nə qədər çalışmağınızdan asılıdır. Gələcəkdə nə iş görəcəyiniz. Yəni, indidən gələcəyi qurmaq, artıq gələcəyi qurursunuz, artıq vaxt gələndə daha rahat olar. Öz bir işinizi qurmaq. Nə olur olsun, həvəsiniz nədədirsə. Və bir də bir şey deyim, ümumiyyətlə çalışın, öz sevdiyiniz bir işlə məşğul olun. Məsələn, özünüz ixtisas seçin. İndi bir var valideyn deyir ki, xüsusilə bu ixtisası, bu məsələn, xüsusilə bu qrupa hazırlaş, bu ixtisası seç. Amma şagird bəzən onu istəmir falan, yəni ki, həvəsi ona yoxdur. O zaman biraz işlər sevmədiyin işi görməkdənsə sevdiyi işi görmək yaxşıdır. İndi hamı indi çalışır, universitetə girsin, amma ola bilər məsələn 5-ci qrupa hazırlaşanlar var. Orada bir musiqi falan, indi incəsənət falan şeyləri olur. Çox da ixtisaslar var da orada, fərqli ixtisaslar və yaxud da müəyyən bir peşə ilə məşğul ola bilirlər. Ümumiyyətlə sevdiyin işi görmək lazımdır, sevmədiyin işi yox. Həm də biraz da belə deyək də strateji düşünmək lazımdır ki, gələcəkdə bu iş necə yəni ki, qabağa gedə bilərəm, bu işi görsəm, yəni ölkəmizdə bu işlə bağlı çoxlu işlər tapa bilərəmmi, bir iş yerləri çox varmı, onları da araşdırmaq lazımdır. Ümumiyyətlə, kor-kor ona ixtisas seçimi etməkdənsə, onları araşdırıb bir ixtisas seçimi etmək lazımdır. Nəysə, baxaq indi 7-ci suala. Deyir, S və D sonlu çoxluqlar üçün NS bərabərdir veriblər ki, 3 vurulsun ND. Bir də bizə veriblər burada NS fərq D. Bu bərabərdir 10 verilir. Bu çoxluqlarla bağlı bir sualdır elə. Bunların kəsişməsi verilib 2. Birləşməni tapmağımızı istəyirlər. Bunu Eyler-Venn diaqramı quraraq yazaq. Buradan səliqəli formada götürürüm bu çevrələri. Evet. N'si bərabərdir 3 dənə N'də yazıblar. N'si fərqdir. Yəni yalnız S'də olanlar 10 dənədir. Kəsişmə 2 dənədir. N'si fərqdir. 2-dir. Burada 1x yazıram. Yəni ki, D, yalnız D-də olanlara 1x yazıram. Yəni ki, D fərq C-yə də belə deyək. İndi N'si bilirsiniz ki, bu birinci dairənin içərisində olanlardır. Yəni N'si burada 10 plus 2, 12-dir. Birinci dairə C-dir də. N'də isə, baxın, ikinci dairənin içərisində olanların cəmi 2 plus x olar. N'də bərabərdir 2 plus x. İndi burada N'si bərabərdir 3 N'də yazıblar deyənə. Onda yazırıq ki, 12 bərabər. Deyək, burada altdan nə yazıramsa, ya buradan yazaq yerləşsin də. N'si yəni 12 bərabərdir 3 vurulsun 2 plus x. Hər tərəfi 3-ə bölsəz, 4 bərabərdir 2 plus x. X-i 2 tapdıq. Amma bizdən x istəmirlər də, birləşməni istəyirlər. Birləşmə də bilirdik ki, bu hər üçünün cəmidir bu. Yəni ki, fərqlərin, bu fərqlər, bir də kəsişmə. Hər üçünün cəmi bayaq düsturda yazmışdığı. Onda N, S birləşirdi. Olur N'si fərqdir, yəni ki 10. Toplansın N, D fərqsi, yəni 2. Bir də toplansın onların kəsişməsi. Cəm elədi 14. C variantı. Aydındır bu hər ikinizə. Bəli, bəli. Qeyd edin. Nəsə aydın olmayanda mütləq soruşun ki, filan yer aydın olmadı. Ola bilər də indi. Bitirəndə deyərsiniz. Bitirdim. Yazdım. Növbəti baxaq 8 nömrəli suala.
Rəyləmişlər. Bu da çoxluqlarla bağlı. Əsas o dəfə çoxluqları keçməmişdi. Yəni ona görə yəqin qalıb səndə mələk bunlar. Rəngləmişsə baxırıq ki, ıı, S çoxluğunundur, S çoxluğunundur. Daha doğrusu S çoxluğunun həm S çoxluğundan var, həm A var, amma həm A ilə S var da belə deyək. A ilə S-nin kəsişməsi. Baxın, bu rəngləmişsə nədir? A ilə S-nin kəsişməsi rənglənib. Amma burdan baxın. A ilə S-nin kəsişməsi bax bunun hamısıdır. Bir dəqiqə başqa rəng götürüm, seçilsin. Bax, A ilə S-nin kəsişməsi bunun hamısıdır. A və S-nin kəsişməsi, yəni ki, ortaq yeri budur. Buradan nəyi çıxardıblar? Bax, bunu çıxardıblar. Bu nəyə aiddir? B-yə. Deməli, A ilə S-nin kəsişməsindən B-ni çıxardıblar. E variantı. Aydındır. Bəli, müəllim. Qeyd edərsiz, şifahi oldu əslində, amma əsas onu anlamaqdır da şəkli. Sonra 12 var. Bunu yəqin qeyd etdik, şifahi oldu. 13-cü suala baxaq, görək nədir. Deyirlər ki, burada A irrasional ədədlərin sayıdır. B rasional ədədlərin sayıdır. A ədədi B-nin neçə faizidir? İrrasional ədədlər burada 12. A bərabərdir yazır. İrrasional ədədlər hansılardır? İrrasional bilirsiniz də kökdən çıxa bilməyənlərdir. Burada yəqin bir xəta olmalıdır. Qurmayıblar. Burada çox güman olar. Çünki arada heç toplama çıxma zad da yoxdur. Deməli, hansı bu irrasionaldır da, pi ədədi. Kökdən çıxa bilir, bu da irrasionaldır. İrrasionalların sayısı nə? Hə, bu yox. Onun Bu, bəli, bir hamısı bölsün 2-də 2-də qalır da. bəli, bu da irrasionaldır, bəli, kök qalır burada. Bu ümumiyyətlə irrasionallar belə idi də tərifi, dövrü olmayan sonsuz onluq kəsirlər. Bunun dövrü var, bu artıq rasionaldır. Deməli, 3 dənəsi irrasional oldu. A irrasional idi, 3 dənə oldu da. B isə rasionallar, yerdə qalanlar 1, 2, 3, 4, 5 dənə oldu. Onda 3 bölürsən 5-ə, vurursan 100-ə. Sarf 60%. D variantı alındı. Yəqin cavabı D verədilər. Qeyd edərsiniz bir. Sən onu yada bilərdim, mələk niyə səhv olub? 4, bu 3 dənə çıxmışam. Hesablama səhv olub. 4-ə bölmüşəm. Hə, 4-ə bölmüşsən. 5 dənə. Bu arada yəqin qarışdırmışam. Ümumiyyətlə, qızlar fikir verirəm, biraz səliqəli yazırlar, özü də balaca yazırlar, amma oğlanlar yazanda, sən Murad yazıb, neçə səhifə, hər dəfə 20 səhifə falan ev tapşırığı atırsan. 20 olmasa da 15-16 falan. Çox uzaq yazırsan. Bol yer lazımdır sən. Baxaq növbəti 21-ə. 21 neçə? Dəqiqə. Sən düz mütənasibliklə bağlı bir sualdır. Qrafikdə Nural və Eltürkün hazırladığı detalların sayı və zamandan asılılığı verilmişdir. Onlar eyni məhsuldarlıqla işləsələr, 30 detalı neçə günə hazırlayarlar? Eyni məhsuldarlıqla işləsələr. Belə edəydi onda. Baxırıq ki, Nural 7 günə 42 detal hazırlayır.
Onda bir günə görə neçə detal hazırlayır? Bir gün. Hər ikisi üçün bir gün tapırıq. 42-ni bölürük 7-yə. 6. 6 detal. Bu Nuraldı baş hərfini yazaq. Bu da bir günə indi. Elturk isə 10 günə 40 detal hazırlayırsa, deməli 40-ı 10-a bölürük. Deməli bir günə 4 detal hazırlayır. Bu da Elturk. Bunda birlikdə bir günə birlikdə yazaq da burada bir. Neysə birlikdə yəqin başa düşərsiniz, tam yazmadım. Birlikdə bir günə 6 + 4 10 detal hazırlayırlar. İndi eyni məhsuldarlıqla 30 detal neçə gün hazırlayarlar? Birlikdə işləsələr, onda belə edərik də burada. Bir günə 10 hazırlayırlarsa, x günə də 30 yazırıq. Tənəssüb qururuq və düz mütənasiblik işdir. Yəni ki, artıq günlərin sayı artdıqca detalların sayı da artdığı üçün düz mütənasiblik. Qrafikdə zaten düz mütənasiblik qrafikidir. Çarpaz vurub bölürük. 30x bərabər 10x bərabərdir 30, x bərabərdir 3 günə alınır. Baxın cavabı nə veriblər? Dəqiq olsun. 3 demək. Bir də mən baxmayım. Bunu qeyd edərsiniz. Nəsə problem yoxdur ki, aydındır hər şey. Aydın. Bəli. Yazdım. Yazdım mən. Yaxşı, növbəti baxaq. Burada suallar, bunları soruşmusunuz. Tardım. Gələn dəfə sınaq vermərəm yəqin ki. Əvvəlki illərin suallarını deyərəm, çatdırsaz onları yazarsınız çoxluqlardan. Çünki çoxluqlardan ikinci bölmə biraz çoxdur. Həm də nisbətən fikirləşməli suallarda biraz oturub fikirləşib tapmaq lazımdır. Çox səhv çıxmaması üçün və yaxud da düzünə səhv olsa hamısını izah edirəm, amma daha çox vaxt ayırsaz, daha çox səhv olmaz da, yəni nisbətən az olar. Belə çox vaxt ayırmaq lazımdır tapşırıqlara. Bir var oturursan yarım saata ağzına gələn yazırsan, bir də var heç olmasa 2 saat oturub fikirləşərək, onunla çox vaxt ayıraraq yazasan daha yaxşı olar, həm də öyrənmiş olarsan da. Yəni çox vaxt ayırmaq lazımdır ki, öyrənəsən. Bir də şey vardı, bu əvvəlki illərin sualları, onlar da sən Mələk soruşmusan, onlara da bax. Bu kitabdan ediririz. Yekən düzəldilmir. Həqiqi ədədləri işləmişdim də. Burada soruşmuşsan. 13-cü sual isə. Bunu isə yazmışdıq o dəfə yarıya qədər, nəsə yadıma düşür. 10-cu sualı isə yazmışdım. Bilmirəm nə qeyd etmişəm, 12-dir yoxsa 13, biraz səliqəsiz yazmışam. Baxım, 13-dür. Ədədlərdən hansı müsbətdir? Əslində bu biraz qəliz məsələdir deyəndə ki, biraz vaxt aparan bir şeydir. Eyni dərəcəyə gətirirsən də. Məsələn, bu 4-cü dərəcədir, bu 6-cı dərəcədir. Bunlar üçün ortaq olan, və yaxud da belə eləyə bilərsən, biraz ixtisar edəsən. Məsələn, bu 4, bu 4-cü kökəltə 4-dür. Bu 4 nə demək? 2-nin kvadrat. Bu da 2 ilə 4-ü ixtisar aparsaq kök altında 2 alınır da belə. Göstərim lap izahlı. Bu 4 ilə kök altında 2-nin kvadrat. 2 ilə bu ixtisar gedə bilir də. Kök altında 2 qalır. Digəri də kök altında 6-cı dərəcədə 8 var. 8 də 2-nin kubudur. İsə yenə bundan bu ixtisar gedir. Kök altında 2 qalır.
Bunların fərqi bizə 0 vermiş olur. Ümumiyyətlə. Eyni alındı da. Belə eyni dərəcəyə gətirsə, yenə eyni dərəcədə deyirəm. Çünki belə ixtisar edə bilirik də, onsuz bu kvadrat köklər dərsindən keçərik, onları ixtisar edə bilirik bu dərəcə ilə bunun qüvvətini. 3'te 2 qaldı. Bundan da bunu 3'te 2. Bu 0 verdi. 0'ın müsbətliyi, mənfiliyi yoxdur. Yəni sırf bizə müsbət ədəd lazımdır da. Bunu atıraq. Sonra cavab nə veriblər? A veriblər bəlkə. Yəni 0'ın düzdür, müsbət mənfiliyi yoxdur. Variant verir. A verməyiblər. Xeyr. Belə müsbət mənfiliyi yoxdur da. İndi burada 6-cı dərəcə var, bir də 18. Bunu da 18 eləmək üçün 2-ə vurarıq. 18. Onda 2 üstüdə 3-ü yazarıq. O da 8 verər. Çıxanda belə 18-dir qalsın. Bunlar çıxanda baxırsan ki, bu 8 dərəcələr eynidir. 8-dən 12 çıxanda mənfi verərdi. C variantı hansı müsbətdə lazımdır? C-də də hər birini 12-ci dərəcə eləsək, bu 4-ə vurarıq. 12-ci dərəcədən 2 üstü 4-də 2, 16. Çıxılsın. Bunu da 3-ə vurarıq da. 4-cü dərəcədir. 3-ə vursaq 12 olar. 3 üstüdə 3, 27. Bu da mənfi verər də. Dərəcələr eyni oldu. Mənfi verər. Sən burada ya D, ya Y olar. Onsuz bunlar getdilər. D bəndində. Biraz burada çətinləşdiriblər artıq. Demək, bu 3-cü dərəcədən bu 2-ni salırıq kökün altına əvvəlcə. 2 kökün altına bu dərəcə 3 olduğundan 2-nin kubu kimi girir. Yəni 8. 2 dəfə 8, 16. 16. Belə qalsın. 10-cu dərəcədən 6. Bax, indi bu da 3 dəfə 3, 9. 9-cu dərəcədən kök altında 16 çıxılsın 10-cu dərəcədən 6. Hər ikisinin dərəcəsini bunlar vurulur da belə 3 dəfə 3, 9, 16 qaldı. Ortaq məxrəc bunlar üçün 90 olur da. Biraz böyük dərəcə oldu. Görməsə ixtisar yox olmuş. Bunda 90-cı dərəcə eləmək ki, bunu 10-a vurarıq. 90-cı dərəcədən 16 üstü 10 olar. 16 2 üstü 3 vurulsun 2 kimi yazsaq o 3 ilə 9 ixtisar gedər. Hə, bu nəsə mən 4-ün bir dəqiqə nə kimi? 2 üstü 4 yazanda getmir. Dedim ki 2 üstü 3 yazsaq. Orada 2 yenə üstü nəsə qalır da, yenə bizə konkret lazımdır, o qalsın orada. Çünki yenə o ixtisar getsə də dəqiqə yenə tam bir şey verməyəcək. Elə belə yazaq. Bir də 10-cu dərəcədə, bu 90-cı dərəcədən 6 üstü 9 alınır. 16 üstü, yəni məlum məsələdir ki, 16 üstü 9-dan böyük olar da. Elə bu müsbət alınacaq. Çünki 16 üstü 10. Bir var 16-nı 10 dəfə birinə vurasam, bir də 6-nı 9 dəfə. Elə 16 dərəcələrinə baxdı elə. Həm dərəcələri 10-da olsaydı hər ikisində, yenə 16 üstü 10 daha böyük olar da. Yəni bu 0-dan böyük, bu müsbət olar. D variantı alır. Bir də Y variantını yoxlamağa ehtiyac yoxdur. Cavab da yəqin D variantı olar. Bu da hər ehtimala baxın. Amma çox şeylə budur da. Nə olar? Nədir həqiqi ədədlər? Neçənci sual? 13. D veriblər də elə şey. Zaten aydın aşkar görünür də. Bildim bunu, qaydası aydındır yoxsa? Bəli. Bunları qeydlərinizi aparın, sonra baxarıq, görüm nə qalır. 18 Yazdım. Yəqin Murad, sən başa düşdün mü necə etdiyimizi? Bəli, mən. Bunlara bax, heç olmasa bunları öyrən, yazmamışsan. 18-ci sual demişsən. Sən bununla bağlı bir demişdi, məsələn, modul və kök. Alınmadı. Nə dedin?
Bunları yazdım. Bu ayrı-ayrı məsələn bütövlükdə dediyi sıfıra bərabərdirsə, ayrı-ayrı da sıfıra bərabər. Bir dənə üçüncüsü alınmadı. Üçüncüsü alınmadı. 1 ilə 2 alındı. Hə. Üçüncüsündə də yenə kvadrat var, kök var. Deməli, cəm sıfırdırsa, bunların ən az qiyməti sıfır olurdu və yaxud da müsbət ola bilirdilər. Deməli, hər biri ayrı-ayrı sıfır olmalıdır ki, cəm də sıfır olsun da. Çünki müsbət olsalar, cəm sıfır verməz. 4x çıx 8 də sıfır olmalıdır. X burada 2 alınır. 5y plus 15-də bərabər sıfır. Yəni, həmin o kvadratın özünü götürmürsən. Kvadratın altındakı ifadə, bir də kökaltı ifadə. Burada da 5y bərabərdir mənfi 15. Y bərabərdir mənfi 2 y mənfi 3 x-də 2 oldu da. Bunlar üçün nəsə burada uyğunluqlar olmalıdır yəqin ki. Bir variant uyğundur da. Məsələn çıxanda mənfiyə dəyib toplanacaq 5 eləyəcək. Bəli, burada C variantı uyğun. Burada 3-ə səhv eləmirəmsə. Elə yoxlamışam. Nə uyğundur başqa? 3-ə A variantını yazmışlar. 3A variantı yazmışdılar. A variantı olmaz axı. Səhvləşlər də ola bilər. Zaten orada yazıblar səhvləş. O səhv yazıblar onu. 3-ə S olar. A olmaz. Orada cavabda səhvləşlər var da. Orada üstündə, onsuz PDF-in yuxarısında fikir versən yazıblar ki, yanlış cavablar düzəlməlidir. Nə bilim, bilmən düzəldiblər, sonradan paylaşıblar, xəbərim yoxdur. Yəni, birbaşa testi yazanda cavablarını heç verib çıxartmırlarsa, kitab yazırsınız, cavabları da verin də, elə deyil. Amma problem yoxdur, onsuz ayrılaşdırdıq bunu. Nəysə, baxaq indi 22-ci suala. Deyir, ədədi hansı iki qonşu tam ədəd arasında yerləşir? Maraqlıdır. İndi deməli, burada kvadratla kök gedir. Qalır kök al. Amma biz də bilirdik ki, cüt dərəcədə kökdən modul çıxır. Modulla kökdə 5 minus 9 modul çıxır. Tək dərəcədirsə özü çıxırdı, amma cüt dərəcə olsa, kvadrat kök 4-cü dərəcə, 6-cı dərəcə falan olsa, kökdən modul çıxırdı. Kök altında 5-dən təqribi kök çıxardıq. Təqribi 2 tam, onda 4 belə bir şeylər çıxır. Çıx 9. Moduldur da bu artıq müsbət verəcək. 2 tamla 4-dən 9 çıxanda deməli qalır 7 tam, daha doğrusu 6 tam, onda 6 qalardı, elədir. Modul. Toplayanda bəli elə 9 verir. Bu da ki, bu mənfi qalır əslində, amma moduldan müsbət çıxır da. Bu da ki, 6,6, 6 və 7 arasında bir variant. Modul nəzərə almamışam, bildim. Bəli, onu nəzərə almaq lazımdır. Cüt dərəcədirsə, bunlar qeyd edə bilər. Cüt dərəcədən modul çıxır. Kitabda vardı onsuz bunlar. Məsələn, belə veriblər. Həqiqi ədədlər dərsində 2n dərəcədən A üstü 2n-dirsə, burada modul da çıxır. 2n cüt ədədləri bildirir də. Amma 2n plus 1 dərəcədirsə, tək dərəcə olanda özü çıxır. Burada elə bunlar gedir, A çıxır. Bu belə. Bunu qeyd elədim. Sonra növbəti 30-cu sual demişsiniz. Baxaq ona. 30 nömrəli sual. Uyğunluğu müəyyən edin. Müqayisə etməyimizi istəyirlər. Eləyəcək bunlar. 30. Deməli, burada x y-dən böyükdür, x minus y, x eşitdir y, x bərabərdir y, hansı olar? A variantına baxsaq, A olana. X kökdə 2-dir. Bunun da dərəcələri bərabərləşdirmək lazımdır da müqayisə üçün. 2 dərəcə var burada, heç nə yazılmayanda. Bir də 7 var. Bunlar üçün 14 eləyə bilərik. Bu 14 eləmək üçün 7-yə vurarıq 2-ni. O 14 dərəcədən 2 üstü 7 olar. Bir də y də burada. Bunu da 2-yə vurarıq.
14-ün 7-nin kvadratı. Birbaşa da yaza bilərdik cavablarda. Neyse 14 2 üstü 7 128 alınır. Bu da 14-cü dərəcədən 7-nin kvarı 49. Onda elə belə çıxır ki, x y-dən böyükdür. 1-ə deməli A bəndi. Baxın burada yazırıq. İndi B variantı. Hamısını eyni formada yoxlayırıq da. Belə yazmışdın Mələk sən yoxsa? Bilmirdim. Amma sən A-nı səhv eləmişəm. Bir də C-nin yerini səhv yazmışam. Yeni səhv yazmışsan. Qalanlar düzdür. Bəli. Onda B-ni bir də yoxlamayaq. Elə C'ni hansını səhv eləmişsə onu yoxlayaq. C burada x bərabərdir. Bunu 15 eləyərik də 15-ci dərəcə. Bunun üçün 3-ə vurarıq 5-i 15 eləmək üçün. 15-ci dərəcədən 3 üstü 27. Y-də ki 5-ə vurarıq. 5 üstü 5. 625 vur 5 olar o da. Yəni biraz böyük elə də alınardı. Onda elə burada y c-dən böyükdür də. Y x-dən böyükdür elə c-də yəni. Çünki bu 625 bir verəcək. 5 üstü 4. O da 5 üstü 5'də. Axı bir dənə də 5 var. Daha böyük olar. Y x-dən böyükdür. Bu əslində 2-yə uyğun gələrsə. Elə A ilə C səhv idi. Qalanları onda düz edirsə, baxaq onlara da yoxsa Bilmirəm. bilmirsinizsə. Bu qeydlərini apar onda. Səhvləri düzəlt. Yazdım mən. Yazdım ben. Bunlar həqiqətənlər. Burada çoxluqları biz o dəfə verməmişdim. Niyə nəsə işləməmişik? Çoxluqları desən işləməmişik də. Burada çoxluqlar çox da sual yoxdur əslində. 21 dənə sual. 15 dəqiqəmiz falan var. Bir 10 dənəsini burada yazaq. Ardını da evdə yazarsınız. Mütləq yazın. Əvvəl dim test toplusunu bitirin. İnşallah çatdırarsınız. Onsuz çox da test yoxdur. O qədər də çox. Sonra bunu yazarsınız. Burada elə birinci suala burada baxaq. Bir neçəsinə çatdırdığımız qədər. C variantı mənim. A olur benim. Belə baxanda elə bir ki, baxın, hansı ştrixləmiş hissə B-yə aiddir. B-də Bəli. nəyi çıxırlar, baxırıq. Aynen. Ailəsinin birləşməsini çıxıblar da. A olacak böyle. Hə, bəli, A olardı. Tərs eləmişdim. C ştrixləmiş də deyirlərsə, A birləşir C-dən əgər B-ni çıxsaydılar, B ağ qalsaydı, sən deyən olardı. B-nin hissələri. Yəni buralar rənglənmiş. Təkcə bura ağ qalsaydı, o C ola bilərdi. Bildin, Mələk? Bəli. Murad Dustafov. Növbəti baxaq ikinciyə görün, tapa bilirsiniz. C'di bende. Siz tapdın. Mələk bəs sən? Baxıram mənə biraz. Yəni ki, C olaraq. Bəli, C olar, düzdür. Amma bunun hardan gəldi və birbaşa indi tapmısınız C-də düzdür, amma hardan gəldiyini biraz izahlı formada istəyirəm deyim. Elə bil ki, baxın bu hissə var. Dəqiqə, baxın bu hissə. Bu aiddir A kəsişir C-yə, elədir. Sonra
Amma rənglənmiş hissələr təkcə bununla bitmir də, çox var deyənə birləşsin yazırıq. İndi bu hissə aiddir B ilə S-nin kəsişməsi. B kəsişir S. Yenə birləşmə var arada. İndi bu hissə də aiddir D kəsişir S-yə. Bərabərdir. İndi hər üçündə baxırıq S var da. S-ni ortaq çıxarsaq, S kəsişmə A birləşir B birləşir S olur. Yəni S variantı. S yox idi, axırda D yazmalıydım. O da S variantı olur. Mən bu formada izahlı göstərdim. Bu izahını başa düşdünüz ümumiyyətlə? Niyə S-ni ortaq çıxartdım? Niyə belə oldu? Bəli. Burada şifahi dəstə təyin etmək olur. Sonra üçüncü suala baxın. C variantı bence. C olar müəllim. Bəli, çünki orada baxırıq ki, bu ştrixlənmiş hissə A ilə B-nin kəsişməsidir. Buradan bu hissəni çıxardıblardan. Bu A ilə B-nin kəsişməsindən buranı çıxardıblar. Bura nəyə aiddir? S-yə. Deməli, S-ni oradan çıxardıblar. Sonra 4-ə də bir baxın. 4-də nəsə problem var üstündə. A variantı bence. A olabilir. A kəsişir B-ni tapmaq üçün 5 plus 17-dən 9 çıxarıq. O da ki, 19 çıxdı. Bir dəqiqə. Sayını tapın. A fərqli 5-dir. Hə. Bunlar daha doğrusu 5 plus 9-dur. Birləşmə 17-ymiş. Bəli, 9 plus 5 elədi 14. 17-dən də. 14 çıxır. Bəli, 14 çıxır. 3. Bir də 5-ci sual var. Biraz bunu düzəldə bilsəm. Uzaqlaşdıram, yəqin görərsiniz. Y variantı. Bir ben. Yəni, Y olur. Çünki baxırıq ki, bura A kəsişmə B-dir. Burada B kəsişməsi, onların hər birlikdə rənglənmiş hissə bunların birləşməsi olur. Y variantı. Sonra növbəti. Təkliflərdən hansı doğru deyil? Baxın, görün hansı doğru deyil. D olabilir müəllim. Tabii. Bence olar. Çünki istənilən A böyükün birləşmə anı verməz. Yanlışdır. 7-yə baxın. Biraz yaxınlaşdım.
5 deyəcəm. 6. Bəli, 6 olur. 6 olur. 19'dan 13'ü çıxarıq. Çünki əgər A, B daxildirsə birləşmə ilə B-ni verirdi 19. Buradan A-nı çıxsaq 19'dan 13 çıxır. Bəli. Və 8'ə də baxın. D olur məndən. 2, 3. Hər ikiniz tapmısınız yoxsa D tapdım. tapmısınız? 4. Murat sən niyə demişdin yoxsa? D dedim mən. Dedin, hə. Bəli, D olar. Çünki burada elə bir şey C-dən çıxmaq lazımdır. A ilə B-nin kəsişməsində olanları. A ilə B-nin kəsişməsi 6'dır. Sonra 8'dir, 9'dur, 10'dur. Yəni bunlardır. C-dən bunlardan olan təkcə 10 var da. Bu 10'u buradan çıxaq. 6, 8, 9 zaten yoxdur ki, çıxaq. 4 2 dənə və qaldı. 3 12 qaldı. Bəli, bəli, düz. Sonra və 9'a da baxarsınız. Təsmin yorum düzəldə bilirəmmi? E olur məndən. Hansı tapmışam? Variantı tapdım. Variantı. D variantı. Variant. Sən burada, mən bilən 6 A olar, şifaya baxdım belə, amma görək həllinə bir də baxaq. Bunu ellir Venn diaqramını göstərmək istəyirəm tam olaraq. Baxın elə bil ki, birləşmə 10'dur. Birləşmə bax hər üçündə burada hər üçündə olanların cəmidir. Yəni ki, burada olan, bir də burada olan hər üçünün cəmi birləşmə olur. Yəni birləşmə 10 dənədir. İndi boş MB 7'dir. Kəsişmə 2'dir. Bu 2'dirsə, indi bu MB bir anı yazım da burada. MB hamısı 7'dir də, bu hamısı 7. 2 kəsişmədə varsa, onda bura 5 qalır. 5, 2, bəli, bura 3 qalacaq. Bu yalnız A-ya 3 qalacaq amma. Amma bizdə NA-nın hamısını istəyirsə və bu dairənin daxilində olanlar. Yəni 5 olacaq. 3-lə 2-nin cəmi olar. Bildiniz necə? Bəli. Bəli. Belə. Misal neçədən bir sual. Ona da baxaq bir gör nə alırsa onda. Qalıb belə burada.
Mən neçə elementlər edir də? 3, 4, 5, 8, 9. Dəstəyə kəsişdirmək lazımdır da. Evet, 3, 4, 5, 8. Tapdınız yoxsa Bakmışam. nə tapmısınız? 3, 4, 5, 8. Mələk, sən nə tapmısan? C-nin qiymətləri də 3, 4, 5, 8, 9. Bir dəqiqə. Burada A ilə B-nin birləşməsi ilə S-nin kəsişməsini istəyirlər axı. İndi A ilə S-də bax burada olan hamısı ilə S-nin kəsişməsi, ortaq elementi. Ortaq element təkcə 4 deyil məgər? Yoxsa mən səhv görürəm. A ilə B-nin birləşməsi. Mən şifahi baxdım, 4 gördüm ancaq indi bilmirəm, baxın bir də. A birləşir və burada baxın 1-dir, 2-dir, 3 olur, 4 olur, 5, 6. 6, 7, 8, 9. Sələşi budur. Bunların heç ortaq elementləri təkcə 4-dür də. Yoxsa mən səhv 3, 4, 5, 4. bəli, 3, 4, 5-dir, düzdür. Mən orana səhv baxmışam, düzdür. 3, 4, 5, 8, düz tapmışsınız. Mən səhv baxmışam. Mən şifahi birbaşa baxmışam, deyirəm niyə səhvdir. Bunlar belə 11, 12, 12. Bunun ardını 20, 11 dənə sual qaldı da. Bunları evdə baxın. Bir də din test toplusun 2-ci bölməsi çoxluqları bitirin. Gələn dərs yeni mövzu çəkərik. Bunlar belə. Oldu onda indi. Əlavə sualınız yoxdursa yekunlaşdıraq, yoxsa var? Yok, yok. Sağ ol. Sağ olun. Oldu, sağ olun.